Futbol dünyası yenidən çalxalanır. Əfsanələr geri döndü, transfer pəncərələri açıldı, onlar milyonlar qazandı və ya qazandırdı. Biri övladı üçün gözyaşı tökdü, digəri isə ondan imtina etdi. Yaxın əyləşin. Məşqçi dəyişiklikləri gündəmi silkələyir. Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi oldu. Kylian Mbappé isə kapitanlığını qoruyacaq. Karim Benzema bunu sevinclə qarşılayaraq Zidan əfsanədir, mənim böyük qardaşımdır dedi. Təcrübəli Jürgen Klopp Almaniya millisinin sükanı arxasına keçdi. Carlo Ancelotti və Pep Guardiola İtaliya millisini rədd etsə də Roberto Mancini təklifdən vazgeçmədi. Qalmaqallar və duyğusal anlar da ard-arda gəlir. Fransanın ulduzu Michael Olise 20 aylıq qızından imtina etməsi və aliment ödəməməsi iddiaları ilə gündəmdədir. Keçmiş sevgilisi Fatima Olise'nin uşağı qəbul etmədiyini və maraqlanmadığını bildirdi. Digər tərəfdən Marc Cucurella autizmli oğlu üçün gözyaşı tökərək onun sağlamlığı naminə bütün var dövlətindən keçməyə hazır olduğunu dedi. Saçlarını da sırf oğlu onu tanıya bilsin deyə kəsmədiyini açıqladı. Həmçinin Cucurella sözünü tutaraq baş məşqçi Luis de la Fuente'nin şəklini qoluna döym etdirdi. Zlatan İbrahimoviç isə evlənməməsini sərvətinin 50%-ni itirmək istəməməsi ilə izah etdi. Piers Morganla söhbətdə 5 ilə hər şeyin dəyişdiyini vurğuladı. Nostalji və çempionat havası. 10 il əvvəl Ramosun əlindən tutub meydançaya maskot kimi çıxan uşaq indi Dünya Kubokunu Ramosun əlindən təhvil aldı. Ramos isə Messinin 4 il əvvəlki ikonik fotosunu təkrarlayaraq yataqda kubokla çəkdirdiyi şəklə kuboklarla geri döndüm. Yuxu kimi bir səfər yazdı. 26 yaşlı Vinicius Junior tənqidlərdən bezib çənəsini əməliyyat etdirdi. David Beckham dünya çempionatı boyu reklam anlaşmalarından 22 milyon avro qazandı. Messinin Argentina forması 2026-cı il dünya çempionatında ən çox satılan forma oldu. Lamine Yamal'ın finaldan sonra formasını qaldırması bir brendin bokserlərinin anında tükənməsinə səbəb oldu. Dominik Szoboszlay 5 ildə Liverpoolda qalacaq. Əl-Hilal PSG razılaşarsa Ousmane Dembele ilə maraqlanır. Real Madrid Rodri ilə şəxsi razılıq əldə edib və Manchester City ilə rəsmi danışıqlar aparır. Təşkilatçılıq xəbərləri. Fransa və Almaniya 2038 və ya 2042 dünya çempionatına birgə ev sahibliyi etməyi planlaşdırır. Mərakeş, Portuqaliya və İspaniyanın ev sahibliyi edəcəyi 2030 dünya çempionatında iştirak edəcək komandaların sayı dəqiqləşdi. Biz ən isti xəbərlərin izindəyik. Bizi izləməyə davam eləyin. Bəs bugün sizi ən çox hansı xəbər təəccübləndirdi? Şərhlərdə yazın.